Elm əhli ixtilaf ediblər iki görüş arasında. Yəni günəş zəval etməmişdən əvvəl cümə namazını qılmaq olar yoxsa yox? Onlardan birinci görüşü odur ki, zəvaldan əvvəl, yəni günəş tam təpədə dayanıb əsrə doğru, batmağa doğru meyl edir. Bu vaxtdan əvvəl qılmaq icazəli deyil deyən alimlər cumhur alimlərdir. Cumhur alimlər deyirlər ki, zəvaldan əvvəl cümə namazı qılmaq olmaz. Mütləq şəkildə zaval etməlidir, yəni zöhrün vaxtı girməlidir. Bu vaxtdan sonra cümə namazını qılmaq olar. Və bu alimlər İmam Əbu Hanifə və Malik və Şafi'i və İbn Həzm və əksər elm əhli bu görüşdədir. Yəni necə ki Həsən el-Basri və İbrahim el-Nəxai, Sufyan el-Savri və s. Və dəlil olaraq da Buxarinin rivayet etdiyi Ənes bin Malik radiyallahu anhudan rivayet etdiyi hədisdə buyurur ki, Ənnən Nəbi sallallahu aleyhi ve sellem kânü yusallil cum'a heynə təmiluş-şəms. Kânü Nəbi sallallahu aleyhi ve sellem yusallil cum'a heynə təmiluş-şəms. Allah Resulü sallallahu aleyhi ve sellem güneş meyl edene yakın, yani meyl etdikdə cümə namazını qılardı. Yani bizim bildiğimiz vaxtda. Və İbn Həcər rahimehullah Buxarını şərh edən bilirsiniz ki, Fəthül Bəri əsəridir məşhur. İbn Həcər rahimehullah deyir ki, burada hədisdə keçən kânə yusalli, yəni Allah Resulü qılardı. Yəni bunu davamlı şəkildə Allah Resulü bu cür edib. Yəni bu istimrara dəlalət edir. Davamlı şəkildə Allah Resulü həmişə belə qılıb. Yəni bizim bildiyimiz zavaldan sonraki vaxtda. Və həmçinin başqa bir hədisdə, Buxari və Müslimin rivayet etdiyi hədisdə, deməli, Sələmə bin Əvkə deyir ki, Kunna nucəmmi'u ma'an Nəbi sallallahu aleyhi və səlləm İzə zələt şəmsu thumma nərci'u nətətəbba'ul fey'ə. Və deyir ki, Sələmə ibn Əvkə, biz Allah Resulü sallallahu aleyhi və səlləmlə birlikdə güneş zəval etdikdə cümə namazını qılırdıq. Sonra qayıdarkən divarların kölgəsini təqib edərdik. Zəvaldan sonra yəni. Və fikir verin, hədisin sonunda nə deməkdir bu? Yəni divarların kölgəsini təqib etmək olur ki, isti o qədər hərarətli olurdu ki, o kölgənin altından gedərdilər ki, güneş onlara təsir etməsin. Bəli. Və həmçinin elm əhli buyurur ki, qardaşlar, və bu məsələyə İslam ümmətinin əməli də dəlalət edir. İslam ümmətinin əməli. Çünki bu günə qədər biz eşitmişikmi ki, zavaldan əvvəl cümə namazı kimsə qılsın? Eşitməmişik. Sanki bu məsələ üzərində istiqrar olmuş məsələdir. Bu günə kimi ümmət bu cür qılıbdır. Yəni zəvaldan sonra qılıb. Zöhr namazı girəndən sonra qılıb. Bəli. İkinci bir görüş də necə ki, zəvaldan əvvəl, zöhr namazından əvvəl vaxtlarda icazəlidir görüşündə olanlar, həmbəllər və İmam Şəvkani və müasirlərdən İbn Bəz rahimehullah bunu deyib. Və Şərh-i Şəvkani əsərində buyurur ki, İmam Əhməd deyir ki, İbn Məsud, Abdullah ibn Məsud və Cabir və Sa'd və həmçinin Sa'd radiyallahu anhu və Muaviyyə, onlar, yəni adlarını çəkdiyimiz sahabələr zəvaldan əvvəl qılıblar. Zəvaldan əvvəl cümə namazını qılıblar. Bəli. Və hansı ki, dəlilləri də Müslimin rivayet etdiyi hədisdə Cabir radiyallahu anh buyurur ki, biz Allah Resulü sallallahu aleyhi və səlləmlə birlikdə cümə namazı qıldıq, sonra dəvələrimizin yanına qayıtdıq, zəvaldan sonra isə onları buraxardıq ki, istirahət etsinlər. Yəni dəvələri. Fikir verin, və bu dəlalət edir ki, zəvaldan əvvəl qılıblar cümə namazını. Və elm əhli, yəni ümumi olaraq bu iki məsələni cəm etdikdə ortaya racih görüş odur ki, qardaşlar, zəvaldan əvvəl cümə namazı qılmaq icazəlidir ehtiyac olarsa. Ehtiyac olarsa zəvaldan əvvəl, məsələn, olsun ki, zəvaldan əvvəl müsəlmanlar döyüşə çıxsınlar və yaxud da başqa bu namazı, cümə namazını bir yerdə əda etmək mümkünsüz olsun və yaxud da ola bilsin ki, sel gözlənir və yaxud da hər hansısa bir hadisə gözlənir və bu zərurət olarsa, ehtiyac olarsa, bu zaman cümə namazını zəvaldan əvvəl qılmaq icazəlidir. Əks halda isə ən fəzilət, ən əftal olanı zəvaldan sonra qılmasıdır. Bəli.